İnsan əgər özü barəsində bu baxışa sahib olsa, artıq necə yaşam sürməlidir? Allah deyir ki, "İnni cailun fil arzi xəlifə." Bəqərə surəsinin 30-cu ayəsində deyir ki, mən istəyirəm ilk insanı Həzrət Adəmi yaradanda bu ifadəni işlədir. Deyir ki, mən istəyirəm yer üzərində xəlifə yaradım. Xəlifə, yəni Allahın yer üzərindəki nümayəndəsi, canişini. Yəni insan belə bir varlıqdır ki, bu potensiala sahibdir ki, yer üzərində Allahın nümayəndəsi olsun. Gör nə qədər dəyərlidir. İnsan əgər özü barəsində bu baxışa sahib olsa, artıq necə yaşam sürməlidir? Yəni biri bilsə ki, mən kimsə tərəfindən səlahiyyətli bir nümayəndəyəm. O özünü necə aparır? Digər insanların yanında özünü necə aparır? Bu varlıqda necə həyat tərzi sürməyə çalışır? İnsanlar ona baxır, onu nümayəndə kimi görürlər. Bəzən biz qınayırıq bəziləri. Sən filan kəsin nümayəndəsisən, amma özünü heç də o cür aparmırsan. Hətta bəzən uşaqları qınayırıq. Sən filan kəsin oğlusan, amma heç tədbirə layiq özü aparmırsan. Belə qınayırıq. Baxın, bu varlıqda Allah insana belə bir potensial verib və bu cür görmək istəyir. Deyir, "İnni cailun fil arzi xəlifə." Çox böyük sözdür. Allahın insana baxışı bu cürdür. Allah deyir ki, insan sən yer üzərində Allahın nümayəndəsi olma potensialına sahib bir varlıqsan.